Şərqli İsfəndiyar kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovun adı yenidən gündəmdədir. Reallıq TV xəbər verir ki, Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi figuru olaraq gündəmə gəlmişdi. O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini güllə barına tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu. 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə Şərqli İsfəndiyarın xahişlərini yerə salmışdı. Reallıq TV Müsavat.com istinadən xəbər verir ki, baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib. Uzun illər orada yaşayıb. Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb. Adı ən müxtəlif qalmaqallara qarışıb. Bu yaxınlarda Bakıya gələn Şahin Axundovun psixoloji durumunda gərginlik yaranıb. Onu xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda Şahin Axundovun ciddi nəzarət altında müalicə olunması xəbəri də var. İsfəndiyar Axundovun oğlunu Türkiyəyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində də keçirilən məhkəmə proseslərinin birində səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan Zamin Bankın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı. Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu. Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona 2 Lamborghini, 2 Ferrari aldılar. 300 min də qudası Məhrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir. Reallıq TV bildirir ki, Müsavat.com əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra oğlum xaricdə deyil, xəstə də deyil. Kim nə istəyir yazır deyil. Xatırladaq ki, Şərqli İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata Lamborghini alması ilə gündəmə gəlmişdi. O zaman Şərqli İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi. Bu yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur, deyən tikinti maqnatı dağılmaz faktla üzləşdi. Sən demə Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu My New Car, yəni mənim yeni avtomobilim qeydi ilə paylaşmışdı. İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu. Hə, nə olsun, mənim vertolyotum da var, bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur, mənim oğlum nə eləyib? Şəhərdə vertolyot sürməyib, maşın sürüb, başqa nə iş görüb ki? Lakin Allahverdi Axundov təkcə 650 minlik Lamborghiniyə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.